arkadaşlar. Necəsiz? Babam döndürmana var. Kızlar bilirsiniz ki bugün kartingə gedəcəyik ailəvi dostlarımızla. Gedəsi olmadıq. Amma Ofeliya Gilgər, Ofeliya Gillə gedirik. Papa hal-hazırda mama ilə Alisaya baxmağa gəlib. Naskıların hani papa çəkənmədim orasını. Hal-hazırda Alisin həkimi də gəlib. Gəlin xala sizi çəkmirəm, narahat olmayın. Alisin həkimi gəlib. Amma gözünə görsənməyin də bir dənə yeməyi yesin, sonra ucun mənə görür yemir. Keçin, ora keçin, pası görməsin sizi. Alice hal-hazırda yemək yeyir. Alisa'nın bir balaca bilirsiniz ki dişi çıxırdı, qızırması falan oldu deyə həkimi evə gəlir yoxlamağa. İndi mən videonu dayandırırım, bir dənə onları yola salım, sonra hazırlaşacağım. Hazırlaşma videomu, kombinimi falan hər birini sizlərlə bölüşəcəm. Maçi-kuçi. Deməli qızlar, Alisa'nın həkimi getdi. Alisa'nı yatızdırdıq. İndi qaynanan bizim üçün qaynatan parça oynuyor, həmişəki kimi. Qaynanan bir yemək pişirir. Katafon elədim ama mən bir yerdə eləmişdim. Həqiqi. Bax, yemək pişirir. Buraları təmiz saxlamalıdır. Görsüz tapşırmışam ki, anacan təmiz. Öyrəşmişəm. Necə arıqlaydım mən hər təzir. Bax, şunların. Əməli başda incələşirik. Çok hırtlı var. Tuzuna sen bak lan orada olsun. Yo tuzunu da mama görmüştür de. Bu arada qaynanam oruçlu kızlar, Taci da oruçlu, Papa da oruçlu. Mən də ki su ilə oruç tutmuşam. Yəni su içə bilirəm amma yemək yemirəm qətiyyən. Şam tokasını yaxala. Say su içer ama. Bəli. Ay kişi sən tayların uşaq yatışdırır. Gemsən burada PUBG-yə. Bu arada uşaqlar PUBG oynayan qızlar. Ne bileyim Burak, bilmedim akıl. Karışım sana. Ay dur. Papa ne PUBG oynamaq istəsəz linkini verirəm sizə oynaya bilərsiniz. Gedim də bu arada Ofeliya Gildə gəlir. Gedim də göz ucundan şey girə baxım. Sakit. Də Alisaya baxım görməyədi. Alisaya baxım. Kim söylüyor? Papağan söylüyor. Bu arada papağan PUBG'de söylüyorlar kızlar. Onu da diyeyim size. Belə Taci Ofeliya gündən danışdım. Deyir gələrik, axşam gedərik. Dedim Taci Adrindən gələndən sonra gedək. Biraz üzümə zaten makyaj edin. Bir de sizden isterim makyaj videosu çekim. Ne deyirsiniz? Bir de mənə deyin. Eğer makyaj videosu istəyirsinizsə, ilk önce isterim sizə fırçalarımı yuyarak bir geçen video çekim. Fırçalarımı yuyaya sizlerle video çekim. Kesmiştin kameramı. Hə. Kızarttın. Kızarttı kızlar. Kartuşkayla biraz eləmişsin aslında. Unu da fazla. Hə, 2-2 kızardı. Deyirəm axı kartuşka çox azdı. Aferin olacaq. O da benim yaşıma çatanda öğrenecek. İndi sen mama buradan bir tane söz deyəcəm. İndi ikimizə də ana bala yaşmaq istəyəndə. Keçən səfər pişirəndə ana bala anavı demirəm. Sen bir söz vermiştin. Sen sakit dur. Parmaklarımı yemişsin. Hə, indi danışabilirsin. Sen bir söz vermiştin. Niye? Yavaş danış. Diyordun. Güzel O yemeğler değil mi? var. Ne? Ne sözü? Ya bizi şey yaparırdın. Yavaş danış Sürme baba. yaparırdın. Denizi şey yaparırdın. Basayını yaparırdın. O Dubaya gitmemiştin qabağıydı baba. Bu böyle mi? Deyirəm ki, məqsədlə danışardıq, hovuza gedərdik. Heç tacə deməmişəm onu. İstəyirəm qəşəng hovuz, Bakıda hovuz deyiblər, var qızlar. Hovuza gedək, bunları tullayım hovuzda ikisində. Ne kadar var? Ne kadar? Baktı. Hələ var. Var hele. Hələ var, bir şey. Sarkıt da buradan, mən nə öyrənəm sarkıt durmağı. Düzün denə, mən nə öyrənmişsən Ha, yoxsa? senden. Hayır. Çünki sarkıt durmağı məndən öyrənib ana. Sən mən kaçıqaya sarkıt durmaq sağ olsun deyə. Sən özünü yığışdır uşaq. Özünü yığışdır. Sənə şiddət göstərərəm. İnşallah zor içiyor. Ha sən söyüblər, hara söyüblər? Düzün de. Araba seviyor. Xahiş edirəm papamı masa söyməyin uşaqlar. PUBG-də no. Ne deyir? Ne deyirsən? Güzel olmuşsan deyirəm. Sərqulluq edirəm. Qaynanam burada iftar hazırlayır. Mən də gedim biraz kinoya baxım. Kino bir yarım çıxalım. Hadi sokları atıyor. İşimiz avamda olsun. Papa ilə mən
Biz mama gildə qalanda qızlar, qaynanam gildən qalanda sakit durun söz danışıram. Orada xaldıydı, pomidor da var. Mənə doğraya bilərsən. Mama, bizdə də var xurma. Gətirmisən deyil, sonucu tökmüşəm də, şeyin altındadır. Biz mama gildə qalanda, deməli mən bütün günü yatırdım. Yuxudan durdum ki, qaynanam yeməyə zadı hazırlayıb, kuxuna zadı yığışdırıb falan filan. Bir-iki dənə qab qalardı, onları mən yuyardım. Bizim yəni əvvəldən qayda qanunumuz budur. Gəlin oturur, qaynana işləyir. Mən yerləşəm də onu elə. Hə, özü eləyib vallahi. Ona görə deyir, o bir məsələ var ya, deyir, sonrakı peşmançılıq fayda bilməz. İndi ha istəyir kimi ona qulluq eləyim, prosta. Prosta eləyə bilmirəm. Deyirəm ki, mən də qocalanda sən mənə baxasan. Hə, indi elə ki, Qalansan mən qocayam. krem elə şeylə işlətmək olmaz sözlər. Ora düd qoyarsan, yadıma sal yaxşı. Hə. Şeydir. Dayaq olmaq lazım. Nəysə. Ofşumda biz yatırdıq. Mən yatırdım daha doğrusu. Mama da durdum gördüm ki, səhər yeməyini hazırlayıb, axşam yeməyini hazırlayıb falan filan. Deyir, görəm ürəyin yaman doldu, deyir. Gözəl deyirəm görəsən. Baxmaya bilər ki, valideynlə. Niyə baxıram ki? Mən boydum, sən oğlum baxdım, mən niyə baxıram? Oğlum sənə baxır, sən də mənə baxmaqsın da. Ayda, ay Allah, yaxşı ki mənə bir dənə qıl-quyruq oğul veriblər. Ay Allah, yoxsa nə ayırardılar bunlar. Nəysə uşaqlar, yeməyimizi hazırlasın, mən süfrəyə oturaq. Görək başımız elə iş gəlir. Domates tutuyor, dallarına düşüyorlar. Deyir qızlar. Arxa kadrdan burada söhbət gedirdi hal-hazırda. Qaynamın bir dənə qurduğu süfrəyə baxın. Allah verəndən şükür Allah hazırlayıb qoyub. Sağ olsun. İndi də çay dəmləyib. Bu da özü ilə qutab pişirib gətirib. Qəşəng isti-isti. İndi də qəşəng çay dəmləyir. Yeməyimiz də hazır. Bəh. Ana deyir, ana. Bilinir ki, qaynana gəlib, deyil mi? Bilinir. Mən olsaydım, bir dənə kapuzu doğrayıb qoymuşdum oğlun qabağına. Öptə anam. Sən dur öpü ayaqlarına. Bu da ki, deyinməkdə bir nömrədir. Yəni, bizim evdə bir qaynana var. Vallahi yalan demirəm. O, amma qaynatamdır, səhv düşüblər. Qaynanla qaynamın yeri səhv düşüb. Çünki görmüşəm qaynana deyingən olar, hər şeyə qarışar deyinər. Bizdə papadır deyingən. Mama orada qabıyır. Gəlinə baxıyor, oturub arvad qabıyır. Deyim, bax sənə nə olub? Arvad bundan narazıdır da. Bax sənə nə olub, bax, nə olub? Ne bilsən narazı deyim, o deyə bilmədiyim. Dəhşət. Niyə deyə bilmir ki, başa mən qorxur bəyəm. Desin, dil var, ağız var. Eğer kalp kırmayayım da, onu deyə bilmədiyim mən deyim. Allah haqqı yalan deyir. Elə yeri gəndə elə qəşəng qırır ki, vallah. Vallah. Elə qəşəng qırır ki. Adamın durduğu deyir, dəymişin dura kalın tökülür. Əqrəb bürcüdür, o əqrəb bürcü. Sən qarışıb özü pis eləmə, papa. Qoy öz sözünü özü desin. Mən deyə bilmədiyimi sən Hə, deyir. demə, qoy özü desin, özü pis olsun. İndən sonra mən də Bəli. Sən niyə qızınla araq pozursun? O sabah qocalasın, sənə gəlir mən atım çörək qalasın çöldə. Vallah da. Neyse başı ilə. Neyse qızlar. Anam indi qəşəng stola hazırlayır, yerik. Bu da burada kapak şəkli düzəldir. Baxma, baxma. Onsuz da onlar bu videoya baxmış olacaqlar aşkım. Mən bunu sağ paylaşacağım. Tacir həqiqətən də qızlar, bax biz YouTube üçün düz 1 saat yarımdır ki telefondadır. Biz YouTube üçün baxın belə əziyyətlər çəkirik sizlər üçün, kapak fotoğrafları düzəldirik. Yəni bunu heç kim eləmir sizin üçün. Əziyyətimizi yerdə qoymayın, videolarımıza like eləyin. Olan budur. Allah qəbul etsin ulan. Cama doyalıyım bu cür süfrənin düz mama hazırsıdır. Mən almışam mama hamısını. Ne almısan? Kutab gözümüz getmişik. Soğandı, turşu gözümüz. Papa, oruç tutan insan ağzına nur tökülməlidir, nur. Hə, Qoy baba, sən də nur- orucuydun, nə yadından çıxıb. Nəysə uşaqlar, orucumuzu açalım, mən də kolam içim. Heç nə yeməmişəm də, yəni qədrini bilmirlər vallah. Ayaqdan dayanmır. Bitki yesəm bəsimdə. Kızımın sofrasında oruç açırıq. Allah qəbul eləsin. Allah İnşallah sağlığa öz yazsın. evimiz olsun, öz evimizdə açarsınız. Öz evimiz olsa sizə qəşəng kuxunda, mətbəxdə qəşəng səhər yeməyi, imsak hazır, iftar hazırlayacağım. Telefonu yerə qoysan, vaxt tapsan hazırlayarsın. Ay Allah, bu insanın yəni ağzından bir dənə xoş söz çıxır, dalı nəsə gəlmədi. Nəysə uşaqlar, yeməyimizi yeyək. Nəysə. Nəysə yaxşı. Hadi qapını ört hazırlaş. Ofuşgil gəldilər. Salam aleyküm. Qaynanası çox istəyir ofuşu. Ha, ölür o. Amma yemir. Deyir yemirəm.
yeyib gəliblər. Tacir gedir qızlar ad günə. Bizim də axşam Ofşkindən istirahətimiz var. Amma onu mənim kanalımda yox, Ofşkin kanalında baxacaqsınız. Bilirsiniz də gözəl tacir cütlüyü uduzublar bizə canlıda. İkinci Bugün yanlış gəlmişik cəzalarını ödəsinlər. İkinci cəza bilsən nə olacaq? Yolçuluq. Dilənçilik. Uduzan Onu dilənəcək. siz uduzasınız da, yəni biz bu səfər uduzmayacağıq. Nəysə, cəzamızı axşam inşallah Ofşkinin kanalında sabah baxarsınız. Biz də nə qayraq eləyək. Özüm pişirmişəm. Şəhriyə. Şimdi oxuş bax, 7 indi qabları yuyur. Anacan, öpürəm səni. Çox təşəkkür ederim. Qaynım 7 indi qabları yuyur, sağ olsun. Geçən çay edəmliyim, bu çay içəcəyik. Hər evə sənə qısmə. Qaynım deyir ki, mənə çox tərifləmə gözə gələrəm. 7 yumalısan, всё. Jostke. Jostki, 7 yumalısan. Bu evin qayda qanunu var. Bu da balacalar gəlib, bacıları gəlib. Mamam da elə deyirəm. Bir tərifləmə, göstərmə, göz dəyir. Həqiqətən elədir ha. Mamam çəkintiyə gedib girir harasa başı dəyir. Bir şey olur. Allah eləməz. Biz indi heç nə oturmuşuq. Görək nə edirik, başımıza nə iş gəlir. Tacir də məclisə gedir, daha doğrusu ad günə gedir. Tacir gələnə kimi taciri gözləyəcəyik. Bəli. 28.000 göstərir. Bay bay. Burada yeni. Hə. Nə deyirək sözlərin? Ay Allah, nə var arvadını işlətmişəm deyə bir dənə çay verib, qab yuyub, stol hazırlayıb. Baba başlayırsan sıraz deymək. Allah arvadını nə qədər sevir. Oy, 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 oy. Arvaddan tapmaq olar, nəvədən tapmaq olmaz. Biz gelmiştik. Hə. Orucu açmağa. Gelmemiştik işlemeye. Orucu açmadın baba sən Allah. Sən o cür süfrə qurdun. Kafazan tutmuş quş ətinə kimi var üstündə. Bir dənə quş əti satışmır. Bir dənə quş əti satışmır üstündə üstündə. Sən o cür süfrə açmışsın. Hə, deyim amma süzür də. Deyək qoy stəkanlar ola nə qəşəng. Sən tortla çay verəcəm indi. Hə. Uzun qeybətdən sonra Şəhriyar Gül bizim həyat hekayəmizə qulaq asdı. Yəni necə məni gəlin eləyiblər. Qonağından xoş gəlmə, Bir-birlərinin eviyəsində tüpkasını açdılar, tökdülər. Gözəl bizə hekayəni belə danışmışdı. Qaynanası belə danışdı. Bir hası düz danıştı. Bugün, yox, Əşləşmə oldu, gözəl paslar çıxdı sonra. ayıb olsun. Onların hamısının içinde ben özüm orada olmuşam ya. Abi sen... Niyə mənim haqqıma, niyə demirsən ki, mənim gəlinim əziyyət çəkən gəlin olur? Sen ne diyorsan ben ne diyeceğim. Ben onu deyirəm. Sözünü də yaddan çıxartdı. Nəysə, sizə yaxşı gedin, mən biraz dalğıcı danışım, mən həqiqətən. Heç nə, öpürəm sizləri. Sağ olun, salamat qalın, hadi gidin. Sağ ol. Gözəlində durub da, yuxuda. Sağ olun. İşte Şəhriyar sağ olsun, mənə yeni bir ideya verdi. Evimizin görünüşünü dəyişirik. Deməli, Şəhriyar da nə edirik? Deməli, dostlar, Divanı. bugünkü layihəmiz nədir? Bu divanı atırıq. Bırak. Termonu Sonra bu koyduk. termonu çarptırırlar. Ve stol. Stol qalır orada. Çünki orada daha gül. İstəyirəm, o da düz deyil. Onu da sürüyorlar. Gel niyə? Hə. Xaladenkin böyründə olacaq, mətbəx düz. Xaladenkini götürdün də uzağa etmə, qoy qabağını yesin. Hə, anladım. Biz Xaladenkin böyründə. Şöyle saf. Burası bir dənə, bizim bir dənə kadrımız var. Mən belə eləyəcəm. Hə. Yandırarsan, oradadır. Tamam. Ferman olanda belə eləyəcəm. Böyle. Tamam, onda başlayalım. Bir yana tərəfə. Hə, Hə, çək. hadi. Şey, kanserleri var. Biraz da qabağını açsın. Şö. Yəni girim mən bura. Burada. Hə, sürmək olur. Bir də o ayağı sürmə, şəhəri, o ayaq qırıla bilər. Ha, qaldır. Hə, onu Qaldır, qaldır. dön, yapışmır. Hə, qaldır. Ha, qaldır. Gözü. Kızı elə yox. Elə yox. Sən onun tutan yeri yoxdur. Aha. Qaldır. Göz. Ha. Bax, bir dənə. Afresim gəlin getdi də. Bir yana qalsa şəhəri. Hə, onu çək. Ay sağ ol. İndi şəhəri. Abi sındırı tepsi. Yüzde şəhəri. Ama öyle mesela ne var? Sen neyini sağlığı? İçim bilmem burada neler hokkalar. Cüzde neyini sağlığı? Cüzdan basıcı. Hadi. İndi onu saxla orada şəhəri bunu qaldırar. Hadi. Hadi. Hadi.
Demək yüngülmüş maşallah hamı gücü. Biraz da şey yap. Ay Allah. Allah bak. Qapını tutsa biraz təlim bitirir. Yok. Yaxşı. Şu əla. Allah. O bunun yeri gör nə gözə göründü burada. Həqiqi. Ha, şəkil də bölümdə. Hə, fış. Üzü açıldı Okey. bu. Yüzü yazdı, tərtəmiz özü şəkil. Atatürk qabanı desən yoxdur. Alın oraya kimin çatı var? Hə, indi Şəhriyar. Uşağın Gözə divan götürmə. İnsə bunun üstü bazar. Yo, yine bunu axırda qoyaram. Sən o qədər. Xalçanı götürüm Şəhriyar. Ha, xalçanı götür. Dəqiq. Xalçı gedir buradan. Məryəm. Lan. Gör. Şəhriyar bəy sağ olsun evimizin görünüşünü dəyişdi. Dəyişdi, hə. Kömək eləsin. Divanı Şey, ora abundan qoyduq. sonra götürəcək inşallah. Bura. Yanlış şey. Bunu bura qoyduq. Əsas mənim. Burada nə qəşəng düşür arxa kadr Şəhriyar. Video çəkəndə divan zad düşür. Belə Ha. stolun. Ay da çox qəşəng. Öz arxalığında işıq bura çox qəşəng. Alizan bizi bombaş Stol da gəlib qoyduq ora. Bunlar da belə otaq. Yəni biz burada gəzmirdik. Bura oldu bomboş, dolu, bura oldu boş. Bizim əsas gəzmə alanımız buradır. Bunu da qoydu buraya. Bəli, çox sevindim. Çox sağ ol Şəhriyar haqqımı halal elə. Gör nə Təşəkkür boyda geniş. edirəm. Məryəm düzü yerini hazırlayıb. Ofiş xoşuna gəldi aşkım. Əladır, ev açıldı. Aşkım buradan görə geçən düşür arxa fon bax belə şəkildə. Divan düşür, pərdə düşür, belə düşür. Bayrama hazırlığımız, ilk Divan düşür, hazırlığımız. pərdə düşür, belə düşür. Divan düşüb. Sən qabaq şəkli verin. Bax kameraya elə girəsən ki, güya ki bütün buraların hamısını sən dəyişmisən. Başa düşdün? Bu elə bir şey. Hər gözə mən səni çəkim. Yəni özü elə apar ki, güya hər bir şey sən görmüsən. Başlayım. Davay, başladım. Deməli arkadaşlar, gördüyünüz bütün buraları tacir yığışdırdı. Yoruldun aşkım. Çox. Ne kadar çox. Mən sənə heç kömək eləmədim tacir. Niyə haqsız danışırsan? Bir də div aşkım elə ki, sən hanı be muskulların? Bir də bu divanı bura çəkmə, bir də o şey terimi ora çəkmə. Sən Yoruldum da gözümden oruç tuturam. yaxşı ki sən bu orucun var. Yine bu bir tane şey çıkarttım. Bunu hara koyaq yaxşı. Onu da qapının ağzına qoyarıq. İstol da bura tacir keçiddi qızlar. Oxşunda bildiyiniz kimi bizim oxşu evin bu halı dəyişildi. Bir də bəhanəsi var ki, oruç tuturam. Girən kimi divan, bu. Alisam da orada oturub özü üçün. Çox mu yoruldun aşkım? Evet. Ne kadar çok? Bu kadar. Görüşürüz kızlar. Oruç tutur diye ona göre çok yorulur. Neyse kızlarım. İsterim bu videomu burada sonlandırırım. Zaten videoya bakanda özünüz gerçekleri tutacaksın. Ki yani ki bu insan çok afıyor. Bu insan çok... Her şey eylediğimi çəkirsən. Ben ona dedim ki, el eləsin yesən. Bu insan çok yalancı. Özünüz şahit olduğunuzda yani hakikaten de değilim. Bu insan kimi düzenbaz. Düzenbaz demeli. İndi gəlir adı gündən. Deyirəm ki, tacı düz əynimi dəyiş, bu qədər iş görmüşəm. Özdə bütün bunların hamısını mən yox Şəhriyar edeyim. Şəhriyarın ağlına gəldi plan. Şəhriyar ablam təşəkkür edirik. Zaten videoda özünüz görürsünüz ki, həqiqətən də çox əziyyət çəkdi. O kreslonu ora sürmək, divanı bura sürmək. Amma tacir bu bir sınaq idi və sən sınandın. Özdə türkü kimi də söz var. Mən oruç tuturam, yazığım. Yazığım. Sen yazığın. Sen yazığına vurursun. Neyse arkadaşlar. Kanalıma sağ olasın. Arkadaşlar. Tacirin işgüzarlığın özünüz gözünüzlə gördüyünüzdə artistliyini, necə artistlik elədi, hal-hazırda özü mənə çəkir. İndi biz gedirik yatmağa, çünki sabah işimiz dəhşət, amma dəhşət çoxdur. Ofeliya gil tezdən gələcəklər. Bilirsiniz ki, vlogu başladarkən demişdim ki, Ofeliya gillə hazırlaşıb gedəcəyəm, amma gedəsi olmadı, çünki çox gec oldu. Ona görə işimizi saxladıq sabah səhərə. Ofeliya gil sabah səhər gələcəklər, hazırlaşacağıq, gedəcəyik. İndi biz gedirik yatmağa. Sabah tezdən bacımız duracaq, nə geyinəcək, nə makyaj edəcək falan filan hamısını paylaşacağım sizlərlə. Gözəl bir gün keçirdəcəyik. Təbii ki, gün dərkən, yəni tacir cəza eləyəcək, onu keçirdəcəyik. Olan səhifəsinə baxacaqsınız zaten cəzaya. Biz də özümüz üçün görə nə çəkirik, nə edirik. Nəysə, gedirik biz yatmağa. Bu arada uşaqlar, mən çox bir tuzağa düşdüm. İstəməzdim belə şeylər olsun. Amma məni tuzağa çəkdilər.
Eybi yoxdur. Sənin canında var o tuzaq aşkım. Mənim canımda yoxdur. Mən ailəm üçün hər bir şey eləyərəm. Yəni bu videoda onun sübutudur. Yalançılıq, özünü artistliyə qoymaq. Nə ailəm üçün eləmişəm də. Sən indi buradan bir şey var. Dava yatmağa. Uşaqlar, yəni o sabahki videoda da qurban mənəm. Görək də axırımız hara gedir. İnşallah yaxşı olar. İyi gecələr. İzləmədə qalın. Təzəm. Yarın buluşuruz. Herkese selam. Uşaqlar, deməli dünən dediyim kimi Ofeliya gil gəldilər. Biz gedirik. Mən уже hazırlaşmışam demək olar ki, geyindim, elədim, şalvar geyindim, futbol geyindim. Hava çox istidir deyə çox sadə bir şey geyindim. Qaynətam gil gəliblər Alisaya baxmağa. Alisaya hal-hazırda süt dizdirirlər. Uşağımız saldat rejimine salıb. Nəysə. Deməli, tacirin cəzasını bilirsiniz. Yəni ki, onların hər birinə Ofeliyanın səhifəsində baxacaqsınız. Biz prosta hal-hazırda evdən çıxırıq. Hara gedirik, bilmirəm hara gedirik. İndi olasını bunlar deyəcəklər. Qəhrəmanlarımız bunlardır. Bundan sonraki vlogun ardına Ofeliya və Şəhriyarın səhifəsində baxa bilərsiniz. Çox vicdansız, çox acımasız hərəkət edirlər bizə qarşı. Daha doğrusu mənə qarşı yox. Bu mübarək Ramazan ayında. Ramazan ayında Biz uduzsaq var ha, bunun 5 betəni eləyəcəydik. Bəli, maalesef ki, onlar uduzmadı. Düz deyir, maalesef ki, uduzmadı. Amma çox istəyərdim uduzsunlar. Bilirsiniz ki, hər axşam canlı yayınlarımız olur. Çox istəyərdik ki, uduzsunlar, amma çox heyir ki, mama! Pajalosta, sakit. Maalesef ki, uduzmadılar. Heç nə olmaz, nəysə. Nətər hissinlər bizə yemək vermək? Biz olmasa bu Bir uşaq dənə baxın, ağzından tabaq ölər ha. fotoğrafı alım sizdən. Nə Biz bu olmasa tərəfində bu bax. uşaq ağzından Uşağın ölər. üzünə düşsün. Bax, 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 bax. Papam ücə öyrəşmə kapak fotoğrafı. Neyse uşaqlar, biz ücəyə artıq evdən çıxırıq. Arkadaşlar, bunun intiqamını çox pis alacağım yəni. Aşkım, sən intiqamını eşitirsən, arvadın çox pis alacaq həyatım. Əlim bulaşdı. Öz şambunun da. Aşkım, sənin intiqamını, bunun intiqamını elə alacağım. Allah bilir də yəni necə alacağım. Yəni kapak şəkli ver buradan aşkım. 1800, 1900. Yəni kapak şəkli ver. Ayaqla belə qaldır. Bir dənə deyəndə 2000 nəfər adam canlı yayın bəyənməyəndə mən belə olacam. Ayaqla qaldır. Bunun intiqamını çox pis alacağıq inşallah. Sizlərin sayəsində. Bilirəm ki, canlı yayınımızda gəlib izləyib bizə dəstək olacaqsınız və biz sizlərin sayəsində bu intiqamı alacağıq, əminəm. Sevirəm sizləri. İndi gedək yazamızı eləyək, amma sizdən çox xahiş edirik. Hər axşam bizim canlı yayınlarımıza baxın, Instagram, TikTokda izləyin və ən önəmlisi burada kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın.